Mhm. Deməli, yeni dərsimiz kompleks obyektdir. Kompleks obyekt ən sadə mövzulardan biridir. Birinci belə bir şey deyim də, çaşdırmamaq üçün sizi. Əvvəlcədən demişdim, iki feil yanaşı işlənərsə, bu feillərin arasında nə işlətmək lazımdır və yaxud da hansı dəyişikliklər etmək lazımdır bu feildə? Yadınızda? Köməkçi feil mi? Ya da zaman. Yox, onu demirəm. İki dənə əsas feildir. Bu iki əsas feil yan-yana işlənirsə, bunlardan nə eləmək lazımdır ki, düzgün olsun? Yəni aralarına nəsə qoymaq mı lazımdır, yoxsa nə etmək lazımdır? Sözünü mü qoyuruq mən? Bəli, sözünü qoyuruq, to sözünüzü qoyuruq. İki feil yan-yana işlənirsə, yadınızda qalsın. Məsəl üçün, I want getmək istəyirəm. To go. I want to go. Niyə arada to qoydum? Çünki bu da əsas feildir, bu da bir əsas feildir. İki əsas feil yan-yana işlədəndə dediyim kimi arasında to qoymaq lazımdır. Və yaxud to-nu qoymaya da bilərik. Qoymasaq, onda ikincini arxasına ing qoşmaq lazımdır ki, bu isimləşmiş bir feil olsun. Yəni I want going, yenə də getmək istəyirəm deməkdir. Yəni iki feil yan-yana işlənərsə, arasında heç nə yoxdursa deyirəm ha feillərin. Onda ya to qoymaq lazımdır, ya ing qoymaq lazımdır. Bu birinci qayda. Sonra ikinci qayda nədir? Əgər əsas feildən qabaq, tutaq ki, mən bura yazıram, məsəl üçün, work yazıram. Əgər work-ün qabağında hər hansı bir sözünü varsa, to istisnadır. To dedim ki, sadə feildən. To-dan sonra həmişə yadda qalsın. Heç vaxt ing zad gəlmir, sadə feil gəlir. Hə, əgər feilimizin qabağında hər hansı bir sözünü varsa, to-dan başqa, məsəl üçün, in varsa, on varsa, about varsa, from varsa, with varsa, nə bilim, nəsə da başqa bir sözünü varsa, onda həmin feilin yenə ing-ə çevirmək lazımdır. Yadda qalsın. Sözünüdən sonra gələn feil həmişə ing ilə deyilməlidir. Bu da yadda qalsın. To istisnadır. Və üçüncü bir qayda. O da kompleks obyektin qaydasıdır. Əgər iki feilin ortasında bir isim gəlibsə, onda artıq bu kompleks obyekt qaydası adlanır. Kompleks obyekt bizim dildə mürəkkəb tamamlıq deməkdir. Bu mürəkkəb tamamlığın da qaydası nədir? Feilləri 3 dənə qrupa bölürük. Bu videosunu deyəsən YouTube-da paylaşmışdım, yadımdan çıxıbdı. 3 qrupa bölürük. Birinci qrup, ikinci qrup və üçüncü qrup. Birinci qrupa cəmi 2 dənə feilimiz aiddir. Let və make feilləri. Make düzəltmək, hazırlamaq feili. İkinci qrupa aiddir. Hissiyata aid olan feillər. Mən bunları silim. Hissiyata hansı feillər aiddir? Məsəl üçün, elə hiss eləməyin özü olsun, feel olsun, see olsun, sonra nə bilim, eşitmək sözü olsun, görmək, sezmək mənasında notice sözü olsun, sonra observe sözü olsun, observe müşahidə eləmək sözü olsun, feel, see, hear, bir də watch sözü olsun. Watch, izləmək. Bunlar bizim ikinci qrupumuza aid olan feillərdir. Yerdə qalan bunlardan başqa nə qədər feil varsa, hamısı üçüncü qrupa aiddir. Yəni, istəmək olsun, icazə vermək olsun və s. Bunlar hamısı üçüncü qrupdur. Deməli, indi nəyə baxırıq? Bunları nəyə görə bilmək lazımdır? Let və make-dən sonra gələn feillər nə qabağında to ilə işlənməz, nə feilin sonuna ing qoyulmaz. Yəni, harada görsəz ki, feildən sonra feilin qabağında to var, özünə ing qoşulub, avtomatik variantları siləsiz. İkinci gələn, nətər gəlməlidir bəs? Gəlməlidir feilim sadə formada. Sadə.
Yəni sadə nə deməkdir? V1 forma deməkdir. Bax bu V1-i niyə yazıram? Heç vaxt. Əslində bu üçünə də aiddir bu qayda. Heç vaxt özlərindən sonra bu feillərdən sonra gələn feilim nə başqa bir zamanda ola bilməz. Nə məsəl üçün, bax burada go feili aşağıda 11-ci suala baxın. Go feilinə məsəl üçün şəxsə görə üçüncü şəxslə şey veribdir. Sonuna s qoşurduq da normalda. Amma bu feillərdən, bu üç qrupdan sonra gəlsə belə şəxsə görə də dəyişməməlidir. Yəni feil nə şəxsə, nə kəmiyyətə, nə zamana görə dəyişməz. Əmizar plus ing görsəz səhvdir, vozvu görsəz səhvdir, qabağında will gördünüz səhvdir, goes gördünüz, nə bilim, nə gördünüz, going gördünüz, hamısı səhvdir. Ancaq feilin özü olmalıdır. Go, work, nə bilim, want, belə şeylər gəlməlidir. İkinci qrup. Bu feillərdən sonra da yenə də feilin qabağında to gəlməz. Ya yenə yuxarıdakından eyni gəlməlidir, V1 gəlməlidir sadə şəkildə. Ya da bundan sonra gələ bilər feil üstə gələk ing gələ bilər. Yəni V1 plus ing də gələ bilər. İkinci qrupa aiddir bu ancaq. Yəni working, sonra nə bilim writing, reading bu şəkildə də gələ bilər. Am, is, are writing, I am writing bu tipdə gəlsə, was writing, nə bilim belə olmaz ha. Ancaq sadə şəkildə writing olar. Yerdə qalan nə qədər feil varsa üçüncü qrupa aiddir. Üçüncü qrupdan da sonra, yəni üçüncü qrupdan da bu feillərdən, liboy feildən sonra gələn feilin qabağında to qoyub yenə də V1 gəlmək lazımdır. To-dan sonra yenə sadə şəkildə V1 gəlməlidir. ing olmaz, zamana görə, şəxsə görə dəyişməz. Başa düşdük? İkinci qrupda to nətər olurdu ikinci qrupda? To olmur. To ancaq 3-də olur. Bir dənə 3-də olur da. Bəli. Oldu. Bir də deyirəm, let və make to-suz, ing-siz ancaq sadə. İkinci qrup to-suz, həm ing-li ola bilər, həm yenə sadə ola bilər. Üçüncü qrupda isə heç biri bunların olmaz, ancaq to-lu işlənməlidir. İndi gəl testlərə baxaq, başa düşək deyə. Məsələn, make birinci qrupdur, to olmaz, sonuna s qoşubdur, şəxsə görə dəyişib olmaz, əmizar zad onsuz olmaz, ing olmaz. Cavabım olur bu variantı. Make yenə birinci qrupdur. To, s olmaz, zamana görə dəyişmək olmaz, zamana görə dəyişmək olmaz, feilin özü gəlməlidir. Ondan sonra advice neçənci qrupdur? İkinci qrupdur. İkinci qrupa yadında qalsın, necə dedim, hissə aid olanlardan ancaq. Onda üçüncüdür. Bəli, 3-dür. 3-ü gördünsə avtomatik to qoyursan qabağına, fikirləşməyə ehtiyac yoxdur. Expect 3-dür, to-dur. Expect 3, to qoyursan qabağına. Ask 3-dür, to qoyursan qabağına. Nə bilim, ask yenə 3-dür. Expect yenə eyni şeydir. Let 1-dir. 1 varsa use sadə götürərsən. Let 1-dir, sadə götürürsən. Take part-dır, şey nədir? İfadənin düzgün versiyası take part-dır. Bax, məsələn, to veribdir take-in qabağında, səhvdir. ing ilə verib, səhvdir. Şəxsə görə dəyişib, səhvdir. Keçmiş zamana verib, səhvdir. Yenə də take birinci formada. Çatdı? Bəli. Onda bir iki dənəsini siz deyin. Məsələn, Bəs birinci qrupdakı dəyişsə, onda nətər? Məsələn, Olar. made olsa. Olur. Onsuz elə o şəkildə verirlər. C-ni so görə bilərsiniz, make görə bilərsiniz, made görə bilərsiniz. Məsələn, bax burada asket İkinci qrup aid olur onda, yoxsa 3-ə? Yox, fərqi yoxdur. Yenə eyni şeydir da. Onun nə dəxli var ki? Hə. O özündən sonra gələn, dediyimiz o zamana, şəxsə görə dəyişməmək söhbəti hamısı özündən sonraya aiddir. Yəni birinci feildə hər şey ola bilər, normal bir şeydir o. Bunu da görüm, Vəli. Üçüncü qrupdadır bu. Ona görə A. Bəli. %31-ə baxaq.
Mən deyirəm.